Hər vaxtınız xeyir. Mən Əli Əhmədov sizi Abşeron rayonundan salamlayıram. Məlum olduğu kimi son günlər ölkəmizin müxtəlif ərazilərində hava şəraitinin kəskin dəyişməsi, dolu, fırtına, qasırğa, hətta Bakı Abşeron bölgəsində də dolunun yağması nəticəsində əkin sahələrinə də ziyan dəyib. Biz də həmin zərər dəymiş əkin sahələrindən birindəyik. O da Abşeron rayonunda yerləşir. İndi bizimlə əkin sahəsində zərəri qiymətləndirməklə Aqrar Sığorta Fondunun müstəqil eksperti Atif Zamanov bizimlədir. Bizim ekspertimiz məlum olduğu kimi Aqrar Sığorta belə hallardan fermerlərin təsərrüfatlarını sığortalayır, əkin sahələrini sığortalayır. Ekspert də indi hazırda bu zərəri hesablamaq üçün, bax bu gördüyümüz əraziyə dəyən zərəri hesablamaq üçün sahədədir. Hər vaxtınız xeyir Atif müəllim. Bu sahə haqqında məlumat verdiniz. Bu sahədə nə əkilir, hansı sahədə əkilir və bura nə zərər dəyibdir? Əlməlum, hamıya məlumdur ki, ekoloji sağlıq pozulması fonunda respublikamızda göstərmişdir. Son vaxtlar aramsız yağan leysanlar, hava şəraitinin kəskin dəyişilməsi kənd sırasında çox böyük imkanlar olmuşdur. Buna görə də biz bugün Abşeron rayonunun Düşkül qəsəbəsində arpa sahəsində 7 hektar arpa sahəsinə 26 may tarixində dəymiş yağan dəymiş zərəri araşdırıb fermerə dəyən ziyanı ödəməklə Aqrar Sığorta Fondu öz öhdəliyini həyata keçirir. Deməli, burada arpa əkilibdir, 70 hektar sahədə, hə? Sahədə arpa əkilib, hə? Burada dolu yağdı. Dolu yağdı. Ayın 26-sında. May ayının 26-sında. Yeri gəlmişkən, məlumat verək ki, yəqin bizim dinləyicilərimiz də xatırlayırlar ki, ayın 26-sında ölkəmizin müxtəlif ərazilərində, o zaman Bakı ərazisində də güclü dolu yağdı. Şəhərdə bir anlıq, necə deyərlər, problem yarandı, sonra məsələ aradan qaldı, amma əkin sahəsində İndi onun fəsadları görünməyə başlayıbdır. Burada dolu yağıb, eləmi? Bəli. Dolunun əsas fəsadları ondan ibarətdir ki, dolu harca süd yetişmə fazasında olan arpanın sümbüllərini qırır. Eyni zamanda dolunun şiddətli əsaslarından yeri tökülüb. Bu da ümumiyyətlə məhsullara ziyandır. Biz də bu anda burada olmaqda məqsədimiz ondan ibarətdir ki, biz dəyən zərəri, fermerə dəyən zərəri müəyyən edib, onun Aqrar Sığorta Fondu fermerə dəstək kimi onu qarşılayacaq. Bəli, bax mən burada istəyirəm göstərəm dinləyicilərimizə. Siz bunu nəzərdə tutursunuz, eləmi? Bəzi sümbüllər var ki, yaxından çəkə bilərsiniz, zəhmət olmasa. Bəzi sümbüllər var ki, dolu vurub sümbülü qırıb. Yəni bundan bəli, sonra bu sümbülü qırıbdır, bəli. Birazdan qıracaq. Az da olsa əlaqəsi, gövdən əlaqəsi olsa da, yəni bu sümbüldə normal dənlər əmələ gəlməyəcək. Bəzi sümbüllər var ki, bax gördüyümüz kimi ancaq sümbül oxu qalıb. Yəni biz dolu bunun dənlərini töküb yerə. Bax müqayisə eləsək, necə deyirlər, sağlam dolu ilə sümbüllä bunu, bax fərqin baxın ki, dolu bunu nə hala salıbdır, nə qədər itirilibdir. Bunu qırıb məhv edib. Və burada isə, bəli, burada deməli gövdə bütöv qalıbdır. Gövdə bütöv qalıbdır. Burada gövdə bütöv qalıbdır, amma sümbül tamamilə məhv olub demək olar ki. Burada isə artıq gövdənin özündə necə deyərlər, qırıbdır, sümbül alınması dayanacaq. Bəli, artıq sümbül bu bitki artıq məhv olmuş sayılır, eləmi? Bəs zərər necə ölçülür? Bax mən verin zəhmət olmasa, bax belə bir çərçivə var. Bizim ekspertlər bu çərçivədən istifadə edirlər. Proses necə gedir? 50 sm çərçivədə 0.25 kvadrat metr eləyir. Biz bu çərçivəni təsadüfən atırıq. Bu çərçivə haraya düşürsə, onun daxilində olan sümbüllərin sayını hesablamaqla bir kvadratdan 1 hektara keçirir nə qədər sümbül var. O sümbüldə nə qədər dən olmalıydı, nə qədər məhsuldarlıq var, onu müəyyən edirik. Həm də dəyən dolunun təsiri nəticəsində nə qədər sümbül zədələnib, nə qədər dən tökülüb, həmin zərəri çərçivənin köməyi ilə müəyyən edirik. Deməli, bu çərçivənin 4 dənəsi 1 kvadrat metr edir, eləmi? Bunu atır ekspertimiz və onun içindəki sümbülləri sayır. Bizim dinləyicilərimizə aydın olmaq üçün, bax bunu bax, burada bir kiçik yerdə nümunə kimi göstərə bilərsinizmi? Elə bir yerə atırıq, tutaq ki. Yəni, qoyduq bura, bir şey veç, bu sümbül qırılır. Bəli. Əvvəlcə bunun içindəki sümbüllər sayılır, elə mi? Sümbüllər sayırıq. Onu verin, mən saxlayayım, bəli, rahatca izah edin. Sümbüllər sayırıq. Bu sümbüllər, bura bir pislikdir də. Sümbüllər sayıldıqdan sonra dənlər sayılır. Sağlam sümbüldə olan dənlər sayılır. Sağlam sümbüldə olan dənlər sayılır. Tökülmüş dənlər sayılır. Qırılmış sümbüllər sayılır. Ümumiyyətlə, məhsulları hesablayılır. Nə qədər məhsuldarlıq azalıbsa, hesablanırsa, ona uyğun Aqrar Sığorta onu qarşılayır. Aqrar Sığorta Fondu qarşılayır. Təşəkkür edirik Atif müəllim. Deməli,
qeyd eləyək ki, biz Abşeron rayonundan məlumat veririk sizə, Pirəkəşkül qəsəbəsindəki əkin sahəsindən və burada bu baxış hazırda bu necə deyirlər, sahəyə baxış bu ilkin baxışdır, eləmi? Bu ilkin baxışdır, həm də məhsulları tənqid. Yəni Amma elə vaxt baş verib ki, hadisə içinə yaxın vaxt olduğuna görə elə bunu yekun baxış da saymaq olar, elə? Yəni bu sahədə hesablansa ki, nə qədər ziyan dəyibdir, həmin o ziyanı azad olma məbləği çıxmaqla fermerə Aqrar Sığorta Fondu tərəfindən ödəniləcəkdir. Dinləyicilərimizin nəzərinə çatdıraq ki, arpa, buğda, yəni taxıl sahələri Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş edilən məhsullardır. Yəni indiyə qədər 23 milyon manat ödəniş edilibsə, 16-17 milyonu məhz arpa, buğda sahələri üzrədir. Fermerimizə keçmiş olsun deyirik. Ölkəmizin bütün ərazilərində hazırda Aqrar Sığorta Fondunun ekspertləri fəaliyyət göstərir. Bu həm şimal bölgəsində, həm Şəki-Zaqatala, Qazax, Tovuz bölgəsində və Mərkəzi Aran rayonlarında, eləcə də Qarabağdadır. Hazırda bütün bölgələrdə zərərlərin hesablanması prosesi baş verir və hesablanandan sonra fermerlərimizə ödənişlər başlayacaqdır. Çünki aqrar sığorta artıq var və təbiətin zərərlərini qarşılamağa hazırdır. Növbəti əkin sahələrində, meyvə bağlarında görüşənədək salamat qalın.